Dostlar salam. Bu videonu yaxınlarınızla və dostlarınızla mütləq paylaşın. Xüsusən də azyaşlı uşaqları və məktəbliləri bu barədə məlumatlandırın. Pulsuz və şifrəsiz Wi-Fi-lara qətiyyən qoşulmayın. Əks halda şəxsi məlumatlarınız, sosial şəbəkədəki yazışmalarınız, bank və kart məlumatlarınız kiberdələduzların əlinə keçə bilər. Like qoyub abunə oldunuzsa, gəlin videomuza keçək. Salam aleyküm dostlar. İlk öncə bunu deyim ki, bu video çox vacib videodur. Çox vacib məlumatlar olacaq. Sona qədər izləməyiniz məsləhətdir. Çox şey qazanırsınız. Yox, əgər bu videosuna qədər izləməsəz çox şey itirə bilərsiniz. Məsəl üçün pul, şəxsi video və şəkillərinizi, kart məlumatlarınızı və s. Yəni birazdan deyəcəyim məsələ, hadisə bir çox insanların başına gəlib. Mənim yaxın tanışlarım da var. Ətrafdan da bu məlumatı eşitmişəm. Ona görə belə bir video hazırlamağı özümə borc bildim. Dostlar, əminəm ki, pul ödəmədən hər hansı bir şeydən istifadə etmək hamının ürəyincədir. Əsas da pulsuz, şifrəsiz Wi-Fi. Yəqin ki, kafelərdə, restoranlarda və parklarda qarşınıza çıxıb belə bir pulsuz Wi-Fi adları. Məsələn, Baxel Free, Aziasel Free, Baktelecom, Nar Wi-Fi və s. Bu Wi-Fi-lara qoşulmağın heç bir problem yoxdur əslində. Əgər siz həqiqətən də əmin olsanız ki, bu həmin restoranın, həmin o şirkətlərin öz Wi-Fi-idir. Lakin bunu təxmin etmək heç də asan deyil dostlar. Bunun üçün də risk almağa məncə ehtiyac yoxdur. Yəni buradakı risk faktoru nədir? O barədə danışım. Bəzi kiberdələduzlar var ki, insanların sıx olduğu məkanlarda, kafelərdə, parklarda, restoran, publarda öz əvvəlcədən pis niyyətlə hazırladığı Wi-Fi şəbəkəsini müştərilərlə, insanlarla istifadəsindən paylaşırlar həmin restoranlarda. Wi-Fi-nin şifrəsiz olduğunu görən insanlar dərhal ora qoşulmaq istəyir. Və həmin Wi-Fi şəbəkəsi vasitəsilə digər insanlarla başlayırlar yazışmağa. Orada öz videolarını atırlar, şəxsi şəkillərini atırlar, şəxsi məlumatlarını paylaşırlar, bəzən kartdan karta pul göndərirlər həmin Wi-Fi vasitəsilə. Deməli burada nə baş verir? Siz axı qoşulmusunuz pulsuz Wi-Fi-ya, pulsuz Wi-Fi-də hacker. O özü bir şəbəkə paylaşıb orada, daha onun içində internet də var. Yəni internetindən istifadə edirsiniz siz onu. Bu halda nə baş verir? Sizin göndərdiyiniz məlumatlar axı router odur, şəbəkə odur. Promoy hakkerin birinci qabağına çıxır. O sizin məlumatları görür və dostunuzdan da gələn məlumatları həmin o hacker sizdən qabaq görür və ondan sonra onu istəsə ötürür qarşı tərəfə, istəsə yönünü dəyişir, istəsə özündə saxlayır, sonra sizi şantaj eləyir. Bir çox problem yarada bilər sizə. Bu atakın adı dostlar, man in the middle. Yəni aradakı insan, aradakı adam hücumu gedir də. Yəni sizlə qarşı tərəfin arasında durur, bütün məlumatları oxuyur. Yəni ümumiyyətlə bunun qarşısını almaq üçün biz İlk növbədə qoşulduğumuz, məsəl üçün Wi-Fi-lara fikir verməliyik. Biz tanımadığımız, şifrəsi olmayan, heç bir yerdə pulsuz yazılan, free yazılan heç bir Wi-Fi qoşulmuyor. Biz fikir verməliyik nəyə? Biz sayta daxil olarkən, saytın üstündə link yeri var. Biz oraya yazırıq, məsəl üçün www.google.com. Onun əvvəlində HTTPS deyilən bir protokol var. Hypertext Transfer Protocol. Bu böyük tekstləri göndərmək üçün protokoldur da. Bu bütün elə bir saytın domenindən əvvəl yazılır. Burada biz fikir verməliyik, HTTPS olsun orada. Yəni HTTPS nədir? S axırıncı secure deməkdir. Yəni bizim məlumatlar bizim telefondan çıxan kimi şifrələnir, encryption olunur. Lap onu həmin o qarşı tərəf, ortada oturan adam o məlumatları ona çatsa da onu görə bilmir. O encrypt olunur, şifrələnir. İlk növbədə buna fikir verməliyik. Sonra da sertifikatlar var, ona fikir verməliyik. Daha sonra orada məsələn kilit işarəsi var. Yenə həmin o linkin yanında. Ona fikir verməliyik. Və yaxud da əgər məcbur qoşulmalıyıqsa o Wi-Fi-ya, yəni məcbur kiməsə məlumat atmalıyıq və yaxud da nəsə bir zəng qəbul etməliyik internet vasitəsilə. Həmin Wi-Fi-ya qoşuluruqsa heç olmasa VPN-dən istifadə etməliyik. Əslində VPN-lər özü də kibertəli ola bilər. Hər VPN-ə qoşulmaq olmaz. Qlobal tanınmış və yaxud da pullu VPN olsa və ondan çox qısa bir müddət istifadə edib sonra özü silmək. Dostlar, bu videonu mütləq dostlarınızla, azyaşlı uşaqlarla, məktəblilərlə paylaşın ki, heç kim ziyana düşməsin, heç kim öz şəxsi məlumatlarının dalınca sonradan peşmançılıq çəkib düşməsin. Bu kontentdə videoların davamlı gəlməyini istəyirsinizsə, like qoyun və abunə olun. Dostlar, sağ olun.